Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən Caspian Production Line MMC-yə məxsus süd məhsullarının emalı müəssisəsində yoxlama keçirilib. Nəticədə müəssisədə ciddi pozuntular aşkarlanıb. Aparılan yoxlama zamanı müəssisənin soyuducu anbarında istehlaka yararsız qatıq və xamır məhsulu, həmçinin məhsulların rəf ömrünün uzadılması, tərkibində bakteriyaların, kif və maya göbələklərinin inkişafının ləngidirilməsi məqsədilə istifadə edilən qida konservantı, kalium, sorbat məhsulu aşkar edilmişdir. Lakin müəssisə tərəfindən tərtib olunan resepturalarda və məhsulların etiket məlumatlarında bu barədə qeydiyyat mövcud deyil. Müəssisədə izlənilmə sistemi qurulmadığına görə satışdan geri qayıdan istehlaka yararsız məhsulların utilizasiyası prosesi barədə məlumatlar mövcud deyil. Bununla yanaşı müəssisədə sanitar-texniki və sanitar-gigiyenik vəziyyətin qeyri-qənaətbəxş olduğu müəyyən edilmişdir. Belə ki, müəssisədə texnoloji ardıcıllığa riayət edilmir. Belə ki, emal zamanı xam mal kimi istifadə edilən quru süd məhsulunun, qablaşdırma materiallarının əsas emal sahəsində və digər köməkçi sahələrdə pərakəndə şəkildə saxlanıldığı müşahidə edilmişdir. Müəssisədə ümumi vəhdəli havalandırma sistemi qurulmamışdır. Həmçinin drenajın düzgün şəkildə qurulmadığına görə əsas çirklənmə mənbəyi kimi hesab edilən suyun emal sahələrində yığılaraq saxlanıldığı müşahidə edilmişdir. Müəssisədə qatıq, xama, ərikli kəsmi, şor məhsullarından nümunələr götürülərək laboratoriyaya təqdim edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib. Nöqsanlar aradan qaldırılana qədər müəssisədə süd məhsullarının istehsalı ilə bağlı müvəqqəti məhdudiyyətin tətbiqi barədə qərar qəbul olunub.